Sən dedin ki, ev tapşırıqlarını yazıbsan da. Baxaq görək necə yazıbsan. Aksiyon dəftərindən mi? Bax, Əminə, dərsimiz nə idi ümumiyyətlə? Kolon xromatografiyasından, kağız xromatografiyasından danışdıq. Nə? Keçən dəfə. Və digər ayrı üsullardan. Aha. Baxaq görək sən nə çəkibsən evdə. Dedin ki, müəllim qeydlər aparacağam və əsas şəkilləri dəftərimə qeyd edəcəm. Qoy dəftərini paylaşacağam, çünki nümunəvi şagirdimizin dəftəridir, 7-ci sinif şagirdimiz. Hansı ki, bu şagirdimiz çoxlu miqdarda rayon fən müsabiqəsinin testlərini işləyir, çətin tipli test tapşırıqlarını sərbəst işləyir. Baxaq görək, deməli bunu yazmışdıq. Bu birinci hissədən kristallaşdırma. Bu hansı cihazdır Əminə? Sada distillə quruq. Burada nə baş verir? Nə ilə nəyi ayırırsan? Duzla suyu ayırıq, təmiz su almaq üçün istifadə olunur. Bəs mən duzla sudan duz almaq üçün hansı sudan istifadə edərəm? Buxarlandırma. Bəs şəkərlə suyu hansı sudan ayıraram? Kristallaşdırma. Nəyə görə mən şəkərlə suyu buxarlandırma ilə ayırmaram? Çünki şəkərin həll olunması temperatur artmasından çox asılıdır. Bu zaman şəkər kömürə çevrilir. Ay sağ ol. Həm də çox buxarlansa kömürləşə bilər. Sonra bu fraksiyalı distillasyon şəklidir. Bu iki şəkil arasında əsas fərq nədən ibarətdir? Fraksiyalı distillasyonunda maye, bir-birində həll olan mayələr ayrılırlar. Sadə distillada bir-birində həll olan bəşmələr maye ayrılır. Və burada şüşə qırıntıları var. Şüşə qırıntılarının burada rolu nədən ibarətdir? Su buxarlandığı zaman onlarda kondensasiya olub geri qayıtsın deyə. Ay sağ ol. Yəni su keçə bilmir, kondensasiya ona geri qayıdır. Burada kondensasiya prosesi baş verir. Yəni fraksiya qalınanda həmçinin soyucuda da, bəli, soyucuda da kondensasiya prosesi baş verir. Bəs bu hansı cihazımızdır? Necə gözəl çəkibsən rəngləri. Həqiqətən də deyirsən rəsm qabiliyyətin var, görsənir. Durultma üsulu. Durultma üsulunun, yəni bu cihazın adını salam görüşən. Əyləş. Nəsə yazıbsan? Öyrənibsən dərsimizdə? Asiyətdə kitabına gəlirəm. Bu hansı cihaz oldu? Ayrıcı qıf elə. Bura qeyd edirəmsə, ayrıcı qıf vasitə. Burada nə ilə nəyə ayrılırlar? Bir-birində həll olmayan mayələr ayrılırlar. Aha, burada sıxılı çox olan aşağıda dayanır. Krana sıxdığımız zaman sıxılı çox olan aşağıdakı qaba süzülür. Aha, və burada təkcə yağla suyu ayrılırlar, yoxsa başqa maddələr ayıra bilərlər üsulla? Benzinlə suyu ayrılır. Aha, neftlə su, yağla su, aydınmı? Sonra keçirik, nə yazıbsa xromatografiya, necə gözəl rənglər. Deməli, burada bu şəkil nəyi ifadə edir? Kitabda başqa rəng idi, sən belə çəkibsən, indi bunu izah elə mənə. Rövşən, bir bəri gəl görüm, Rövşən. Səncə Əminənin çəkdiyi bu şəkildə nədən gedir söhbət? Bax, nə görürsən, yaşlı və qırmızı rənglər. Müəllimə çağırdı, dayandırdım. Nədən gedirdi söhbət? Bax, bilsən nədir? Burada yaşlı rənglər qabağa gedir, elə? Qabağa gedənlər deməli necə həll olub? Daha yaxşı həll olub. Digərsə maddədə, yəni yaxşıdır. Bu yaxşı olub deyən dalda qalıb. Bu isə yaxşı həll olub deyən daha qabağa gedib. Burada da yazıbsan ki, kolon xromatografiyası hansı sahələrdə istifadə olunur? Peyvəndlərin hazırlanmasında, məhkəmə ekspertizasında, qida analizində, içki analizində, dərman analizində. Ay sağ ol, dərman analizində. Bu da kolon xromatografiyasıdır. Bəs burada nədən gedir söhbət? Yəni digər şəkillə bu şəkil kağız xromatografiyası ilə kolon xromatografiyasına fərq ondan ibarət idi ki, buradan həll ediciyə maddə əlavə edəndə aşağı düşən, deməli, yaxşı həll olanda aşağı düşən, göydə qalan isə yaxşı udulandır. Adsorpsiya udulma deməkdir. Əla Əminə. Qoy indi Rövşəni də işıqlandıraq. Deməli, bu deyən Əminə. İndi sən gətirib testlərə baxım görüm nə eləmişsən, indi gətirim Rövşən içinə yoxlayayım. Yox, işləmsən hə? Tamam. Sualın çoxdur, yazamadın var mı? Yox, mən bunu özüm yoxlayacağım. Rəqəmin kitabını gətiribsən, şahini gətirəm. Gəl görüm orada nəyimiz qalıb. Bölməmiz qurtardı da. Yeni testimiz bölməyə keçməliyim. Hələ işləməlisən, hə? Başda sən onu işləməyə yavaş-yavaş. Mən Rövşənin deməli dəftərini, yazdıqlarını yoxlayayım, sonra sənin testlərini yoxlayacağım. Yaxşı, Əminə? Yaxşı. Ömər, çəkdiyimiz cihazın adı nədir? Fraksiya, Ömər deyirəm, Rövşən. Əziz Rövşən. Çəkdiyimiz qurğunun adı nədir? Fraksiyalı distil. Aha, distilli qurğusu. Görürsünüz necə möhtəşəm çəkib yoldaşımız. İndi mən bunu nə edəcəm? Oradan asacağım. Yaxşı, qoyma uşaqlar çıxartsın. Qoy hamıda baxsın. Desinlər ki, necə gözəl çəkib, ətraflı çəkib. Elə kimya otağına belə əsərlər lazım idi. Birini səndən aldıq. Kitabda da, ora qoy yoxlayacağım indi səncini. Baxırsa sənin adın nə idi? Yadımdan çıxır. Ülvi, bax gör necə çəkib yoldaşımız. Ayaz gördün sən Rövşənin əl işini.